İkinci fəsil. Antik fəlsəfə və həqiqət axtarışı. Elmin və düşüncənin başlanğıcı. İnsanlığın həqiqət axtarışı müasir dövrdə başlamamışdır. Bu axtarış 1000 illər əvvəl antik dövrdə yaşamış filosofların düşüncələrində formalaşmağa başlamışdır. Antik Yunan və Roma fəlsəfəsi bu baxımdan insan idrakının inkişafında əsas mərhələlərdən biri hesab olunur. Bu dövrün filosofları kainatın quruluşunu, həyatın mənasını və insanın bu sistemdəki yerini anlamağa çalışırdılar. Onların əsas fərqi isə bu suallara mifoloji və ya kör inanc əsasında deyil, məntiq, müşahidə və düşüncə vasitəsilə cavab axtarmalarında idi. Antik fəlsəfə insan düşüncəsində mühüm dönüş yaratdı. İlk dəfə olaraq insan kainatı anlamaq üçün xarici avtoritetlərə deyil, öz ağlına və düşünmə qabiliyyətinə müraciət etməyə başladı. Bu yanaşma sonradan elmin formalaşmasının əsasını təşkil etdi. Antik dövr filosoflarının məqsədi yalnız bilik toplamaq deyildi. Onlar həqiqətin mahiyyətini anlamağa çalışırdılar. Bu həqiqəti isə yalnız fiziki dünyanın izahı ilə məhdudlaşmırdı. Eyni zamanda insanın daxili dünyası, əxlaqı və şuuru da bu axtarışın ayrılmaz hissəsi idi. Bu baxımdan antik fəlsəfə iki əsas istiqamətdə inkişaf edirdi. Bir tərəfdən kainatın və təbiətin qanunlarını anlamağa yönəlir, digər tərəfdən insanın daxili mahiyyətini və davranışlarını izah etməyə çalışırdı. Bu iki istiqamət sonradan elmi və humanitar düşüncənin əsasını təşkil etdi. Antik filosoflar kainatda müəyyən nizamın mövcud olduğunu qəbul edirdilər. Onların fikrincə, dünya təsadüfi hadisələrin toplusu deyil, müəyyən qanunlara əsaslanan sistemdir. Bu yanaşma müasir elmin əsas prinsiplərindən biri ilə üst-üstə düşür. Bu baxımdan antik fəlsəfə yalnız tarixi mərhələ deyil, həm də müasir düşüncənin təməlidir. 1. Antik düşüncənin metodları. Antik dövrün ən mühüm xüsusiyyətlərindən biri həqiqətin axtarışında istifadə olunan metodların formalaşması idi. Dialoq, məntiqi analiz, müşahidə və tənqidi düşüncə bu dövrdə sistemli şəkildə istifadə olunmağa başladı. Bu yanaşma insanı passiv qəbul edən varlıqdan aktiv araşdıran varlığa çevirdi. Sual vermək, araşdırmaq, nəticə çıxarmaq və sübut etmək kimi metodlar sonradan elmin əsas prinsiplərinə çevrildi. Antik fəlsəfənin digər mühüm xüsusiyyəti həqiqətin vahid olması ideyası idi. Filosoflar hesab edirdilər ki, fərqli baxışlar mövcud olsa da, gerçəklik yalnız bir mahiyyətə malikdir. Bu fikir VM konsepsiyası ilə uyğunluq təşkil edir. Çünki VM də kainatın vahid enerji və informasiya sistemindən ibarət olduğunu irəli sürür. Antik filosoflar bunu elmi terminlərlə ifadə edə bilməsələr də, bu ideyanı fəlsəfi intuisiya ilə hiss etmişdilər. 2. Sokrat. Bilmədiyini bilmək. Həqiqətə aparan ilk addım. Antik fəlsəfənin ən mühüm simalarından biri olan Sokrat, insan düşüncəsinin istiqamətini dəyişdirən nadir şəxsiyyətlərdən hesab olunur. Ondan əvvəlki filosoflar əsasən kainatın quruluşunu anlamağa çalışırdılar. Sokrat isə diqqəti insanın özünə, onun şuuruna, düşüncəsinə və davranışına yönəltdi. Onun fəlsəfəsinin mərkəzində sadə, lakin son dərəcə dərin bir fikir dayanırdı. İnsan bilmədiyini bilməlidir. Sokratın məşhur kəlamı, mən bilirəm ki, heç nə bilmirəm, yalnız təvazökarlıq ifadəsi deyil. Bu fikir insan idrakının sərhədlərini dərk etməsi və həqiqətə doğru atılan ilk addım kimi başa düşülməlidir. İnsan nə qədər çox öyrənirsə, bilmədiklərinin sonsuz olduğunu bir o qədər aydın şəkildə anlayır. Bu anlayış insanı lovğalaşdırmır. Əksinə, onu daha diqqətli və daha açıq düşüncəli edir. 3. Sokratın metodu. Düşüncənin oyanması. Sokratın məqsədi insanlara hazır cavablar vermək deyildi. O, insanları düşünməyə, sorğulamağa və həqiqəti öz ağlı ilə tapmağa yönəldirdi. Onun yanaşması dialoq üzərində qurulmuşdu. Sual-cavab vasitəsilə insanın düşüncəsi hərəkətə gətirilir və həqiqət bu prosesin içində formalaşırdı. Bu metod insan düşüncəsinə yeni istiqamət verdi. Həqiqət qəbul edilmir, o axtarılır və dərk olunur. 4. Özünü tanı. Daxili dünyanın kəşfi. Sokratın digər məşhur çağırışı, özünü tanı, insanı daxili müşahidəyə yönəldən fundamental fikirdir. Bu yanaşma yalnız etik tövsiyə deyil, bu insanın öz şuurunu, düşüncə mexanizmini və davranış səbəblərini anlamağa yönəlmiş fəlsəfi prinsipdir. Müasir psixologiya və neyrologiya da göstərir ki, insan öz daxili dünyasını nə qədər yaxşı anlayarsa, bir o qədər şuurlu qərarlar verə bilir. 5. Həqiqətin vahidliyi. Sokratın fəlsəfəsində mühüm yer tutan digər fikir həqiqətin vahid olması idi.
Onun fikrincə, insanların fərqli fikirləri olsa da, gerçəklik yalnız bir mahiyyətə malikdir. Bu yanaşma VM konsepsiyası ilə uyğunluq təşkil edir. Çünki VM də kainatın vahid enerji və informasiya sistemindən ibarət olduğunu qəbul edir. 6. İnsan və idrakın məhdudluğu. Sokrat insanın reallığı tam şəkildə dərk edə bilmədiyini düşünürdü. Onun fikrincə, insanların qavrayışı məhduddur və o reallığın yalnız müəyyən hissəsini görə bilir. Bu fikir müasir elmdə də öz təsdiqini tapır. Neyrologiya və fizika göstərir ki, insanın qəbul etdiyi dünya obyektiv reallığın yalnız kiçik bir hissəsidir. Bu baxımdan Sokratın yanaşması yalnız fəlsəfi deyil, həm də elmi baxımdan əsaslandırıla bilən düşüncə modelidir. 7. Sokratın irsi. Sokratın məqsədi yeni bir sistem yaratmaq deyildi. O, insanları düşünməyə, soruşmağa və həqiqəti axtarmağa təşviq edirdi. O başa düşürdü ki, insanlar çox vaxt ideyanı deyil, onu təqdim edən şəxsi müqəddəsləşdirirlər. Bu isə həqiqətin zamanla təhrif olunmasına səbəb olur. Bu səbəbdən onun əsas məqsədi insan şuurunu oyatmaq idi. Sokratın fəlsəfəsi insan düşüncəsinin inkişafında dönüş nöqtəsi oldu. O, insanlara hazır cavablar vermədi, əksinə onları düşünməyə məcbur etdi. Onun "mən bilirəm ki, heç nə bilmirəm" prinsipi bu gün də aktuallığını qoruyur. Bu fikir insanın həqiqət axtarışının başlanğıc nöqtəsi olaraq qalır. Çünki elm də eyni yerdən başlayır, bilmədiyini qəbul etməkdən. 3-cü fəsil. Platon. Görünən və görünməyən dünya. Reallığın iki qatlı quruluşu və həqiqətin mahiyyəti. Antik fəlsəfənin ən mühüm simalarından biri olan Plato, müəllimi Sokrates tərəfindən başlanmış düşüncə istiqamətini daha sistemli və dərin fəlsəfi modelə çevirmişdir. Əgər Sokrat insanı düşünməyə çağırdısa, Platon bu düşüncəni kainatın quruluşuna tətbiq edərək reallığın iki qatlı modelini irəli sürmüşdür. Onun fəlsəfəsinin mərkəzində belə bir fikir dayanır. Gördüyümüz dünya həqiqətin özü deyil, onun kölgəsidir. 1. Maddi dünya və ideyalar aləmi. Platon reallığı iki əsas səviyyədə izah edirdi. Bir tərəfdə insanın hissləri ilə qavradığı, dəyişən və müvəqqəti olan maddi dünya dayanır. Digər tərəfdə isə dəyişməyən, əbədi və həqiqi reallıq kimi təqdim olunan ideyalar aləmi mövcuddur. Onun məşhur mağara allegoriyası bu fikri dərin və təsirli formada izah edir. Bu allegoriyaya görə mağarada yaşayan insanlar divarda gördükləri kölgələri həqiqət hesab edirlər. Halbuki bu kölgələr yalnız real obyektlərin zəif və məhdud əksidir. Bu yanaşma göstərir ki, insanın qavradığı reallıq bütöv deyil, o yalnız daha dərin və geniş bir həqiqətin səthi təzahürüdür. 2. Reallığın çoxqatlı quruluşu. Platonun təqdim etdiyi model sadəcə metaforik izah deyil. Bu yanaşma insan idrakının məhdudluğunu və reallığın çoxqatlı quruluşunu göstərən fundamental fəlsəfi sistemdir. Onun fikrincə, maddi dünya dəyişkəndir və hisslər insanı yanıltmağa meyillidir. Həqiqət isə dəyişməzdir və yalnız düşüncə vasitəsilə dərk oluna bilər. Bu yanaşma müasir elmi baxışlarla da müəyyən səviyyədə uyğunluq təşkil edir. Kvant fizikasının ortaya qoyduğu nəticələr göstərir ki, müşahidə etdiyimiz maddi dünya daha dərin enerji və informasiya strukturlarının nəticəsidir. 3. İnsanın idrak səhvi. Platonun ən mühüm tənqidlərindən biri insanın reallığı qavrama üsuluna yönəlmişdi. İnsan çox zaman gördüyünü son həqiqət hesab edir və hisslərinə həddindən artıq güvənir. Bu isə onu görünməyən, lakin daha fundamental olan reallığı inkar etməyə gətirib çıxarır. Bu baxımdan Platonun fəlsəfəsi yalnız kosmoloji model deyil, həm də insan idrakına yönəlmiş dərin tənqiddir. O, insanı yalnız müşahidə edən deyil, dərk edən varlıq olmağa çağırır. 4. Platonun ideyaları və müasir yanaşmalar. Platonun ideyalar aləmi anlayışı müasir dövrdə fərqli terminlərlə yenidən ortaya çıxır. Fizika bu reallığı enerji sahələri kimi izah edir. Kosmologiya görünməyən strukturlardan bəhs edir. Neyrologiya isə insan qavrayışının məhdudluğunu ortaya qoyur. Bu, müxtəlif yanaşmaların ortaq nöqtəsi ondan ibarətdir ki, görünən dünya reallığın tam təsviri deyil. O, daha dərin sistemin nəticəsidir. 5. VM ilə fəlsəfi sintez. Bu nöqtədə VM konsepsiyası Platonun fəlsəfəsi ilə uyğunluq təşkil edən sistemli izah təqdim edir. VM modelinə görə kainatda mövcud olan hər şey vahid enerji və informasiya məkanının təzahürüdür. Maddi dünya bu sistemin yalnız görünən hissəsini təşkil edir. Görünməyən struktur isə daha fundamental reallıqdır və maddi aləm bu strukturun nəticəsi kimi meydana çıxır.
Platon bu fikri fəlsəfi dillə ifadə etmişdir. Müasir elm onu enerji və informasiya anlayışlarıyla izah edir. Viyem isə bu iki yanaşmanı vahid sistem daxilində birləşdirir. 6. Dini paralellər. Bu yanaşma yalnız fəlsəfə və elm çərçivəsində deyil, dini düşüncədə də öz əksini tapmışdır. Müxtəlif dini mətinlərdə görünən və görünməyən aləm, zahir və batin, ruh və maddə kimi anlayışlar geniş şəkildə istifadə olunur. Bu anlayışlar eyni reallığın fərqli ifadə formalarıdır. Din bu həqiqəti metaforalar, simvollar və hekayələr vasitəsilə izah etmişdir. 7. Yeni fəlsəfi mövqe. Bu mərhələdə formulaşan nəticə ondan ibarətdir ki, elm, fəlsəfə və din eyni həqiqəti fərqli dillərlə izah edir. Platon bunu fəlsəfi dillə ifadə etmiş, din simvolik formada təqdim etmiş, elm isə onu riyazi və eksperimental metodlarla araşdırmışdır. Viyem konsepsiyası bu dilləri birləşdirən vahid model kimi çıxış edir. Bu yanaşma sadəcə interpretasiya deyil, sistemli fəlsəfi mövqedir. 8. Yeni yanaşmanın prinsipi. Bu modelə görə həqiqət birdir və dəyişməzdir. Fərqli olan yalnız onun ifadə formalarıdır. İnsan probleminin əsası həqiqətin olmaması deyil, onun parçalanmış şəkildə qavranmasıdır. Bu baxımdan təqdim olunan yanaşma nə yeni din yaradır, nə də mövcud elmi inkar edir. Əksinə, bu sahələri vahid mənbəyə bağlayaraq onların arasındakı süni ziddiyyətləri aradan qaldırır və yeni fəlsəfi istiqamətin əsasını qoyur. Nəticə. Platonun görünən və görünməyən dünya modeli insan düşüncəsində mühüm mərhələ təşkil edir. Bu model göstərir ki, insanın qavradığı reallıq tam deyil. Müasir elm bu fikri yeni terminlərlə təsdiqləyir. Din isə onu simvolik dillə ifadə etmişdir. Viyem konsepsiyası isə bu yanaşmaları birləşdirərək belə nəticəyə gəlir. Görünən dünya, görünməyənin izidir. Kanalı izləyin və videonu bəyənin ki, sizə daha çox maraqlı video təqdim edə bilim.